Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda miniatür tonqal hazırlayacağım. Aşağı hissədə yandırıb söndürmək olur. Yəni bəzən daşı qutara bilir, daimi yandırmamaq üçün söndürə bilərsiniz. Gələnlə saxlamaq üçün, digər illərə saxlamaq üçün, yaxud da daşı qutarırsa dəyişmək olsun deyə mən alt hissəsini hər zaman dəyişə bilən formada hazırlayıram. İlk olaraq kardon kəsirik. İstənilən formalı kardondan istifadə edə bilərsiniz. Çünki atlıq hissədir. Və orta hissəni kəsib götürəcəm ki, şamı yapışdırım. Əgər hər zaman yanmağını istəyirsinizsə, yəni şamı yapışdırmadan birbaşa içinə qoya bilərsiniz. Mən çox vaxt belə eləyirəm ki, uzun müddət istifadə eləmək olsun. Kənar hissələrinə çox az kley vururam. Çalışın ki, şamın özünə, sim hissəsinə, yəni belə deyək, işığı, cərəyanı keçirdən hissəyə dəyməsin. Çünki bəzən kley dəydikdə işıq yanmaya bilir. Yenə bir dəfə yoxladım, yanır. Ondan sonra alt hissəni kəndirlə örtəcəm. İlk olaraq 4 ədəd odunu yapışdırıb bu formada bağlayıram. Dayaq rolunu oynayır. Daha sonra digər odunları yapışdıracağım. Odunları zövqünüzə uyğun formada düzdükdən sonra orta hissəyə mən saman qoyacağım. Saman işığın daha effektli yanmasını göstərir. Yəni həm tonqala daha çox bənzəyir və eyni zamanda görüntü olaraq çox gözəl görünür. Yəni yanmasa belə tonqal gözəl görünür. Yandıqda isə daha alovlu görünür. İşığın belə deyək, həcmini artırır. İndi sizə yandırıb da göstərəcəm. Və son olaraq kənar hissələrdə biraz boşluqlar qalıb, onları da kiçik odunlarla dolduracağım.
Mən kənar hissəyə həsir ip doladım. Çox vaxt qeyd edirəm, təkrar olur bu cümlə. Həm görüntü olaraq gözəl görünür, eyni zamanda daha möhkəm saxlaması üçün də odunları və tonqalımız hazırdır. Videomuzu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.